Litvada qadın sayı xeyli çoxdur. Əhalisinin təxminən 60% qadınlardır. Bu mənada əhalisinə nisbətən ən çox qadın yaşayan ölkələrdən biridir. Litvada qadınlara avtobus sürücüsü kimi görə və ya tikintidə ağır işlər görərkən şahid ola bilərsiniz. İş azlığından dolayı bir çox sektor qadınlar tərəfindən idarə olunur. Litvalı qadınların həyata baxışı da pul və həyəcan yönümlü olmaqdan çox rahatlıq və sevgi yönümlüdür. Qadınlar əsasən dul olurlar və həyat yoldaşları tərəfindən tərk ediliblər. Görünür oradakı qadınların axtardığı əsas şey sevgi və sədaqət kimi mənəvi dəyərlərdir. Üstünlük budur ki, Litvalılar gözlərini daha yüksək maaşlı Avropa ölkələrinə dikdikləri üçün oradakı iş sektorları qadınlara və ya yaşlılara qalır. Bunun az əvvəl də qeyd etmişdim. Litvada maaşlar aşağı olduğuna görə bir çox sahə bu insanlara qalır. Bu səbəbdən Avropada iş həyatına başlamaq istəyirsinizsə, Litva kimi kiçik Avropa ölkələrində oturum və ya iş icazəsi almaq Almaniya, İtaliya, İsveçrə kimi ölkələrlə müqayisədə daha asandır. Yəni, bir peşəniz varsa və arxiviniz təmizdirsə, Litvada işləmək tamamilə mümkündür.